Aha, rekordumuza da başladı. Hə, deməli dedik ki, biz abstrakt klasslar daxilində həm konkret bodily, həm də bodisiz metodlar olur. E, Bunu ümumiyyətlə bir örnəklə yaxınlaşdıra bilmək üçün bir dənə abstrakt klass qururuq və bu klass daxilinə bir dənə bodily, bir dənə də bodisiz metod yazırıq. Bunların miras verən zaman artıq bu klassı necə davrandığı müşahidə edilir. Deməli, maşın motoru işləməyə başlayacaq start engine metodu ilə stop engine ilə də tutaq ki, dayanacaq. Bunun içərisində konkret olduğuna görə yazaq system out print line has been stopped. Motorun mühərriki dayandı. Və biz gələk bu abstrakt klassı, vehicle klassı, nəqliyyat vasitəsi deməkdir. Car klassında extend edək. Extends vehicle. Bu zaman bir qırmızı atır, bu nə deyir? Implement metod eləyirəm. Start engine metodunu gəldim car klassında extend elədim vehicle abstrakt klassını və məni məcbur elədi ki, eyni interfeyslərdə olduğu kimi start engine metodun implement eləyim. Yəni override eləməyə məcbur elədi. Start engine-də də yazsın ki, car has been started. Maşın hərəkətə keçdi. Deyə bilərsiniz bunun nə mənası var? Gələk biz bunu main metod daxilində car klassına bir dənə obyekt yaradaq. Car və new car. Car nöqtə start engine deyirəm. Bir də stop engine-i çağırıram. Bu zaman nə baş verir? Car has been started dedi. Bir də vehicle has been stopped. Nəqliyyat vasitəsi dayandı. Onu start engine-də yazmışdı. Vehicle-da yazmışdı. Deməli, bunu siz tam olaraq başa düşdünüz, mən də neynədim? Bəli. Neynədim, izah eləyə bilərsən? Bu deməli ki, override olunmuş metodlar main-də stop engine-ə şey yazsınız da, vehicle has been stopped yazsınız da, override olunmuş şəkildə. Bir də ki, obyekt yaradanda tam ki, main metodun içində hər ikisini konstruktor vasitəsilə yarada bilirik obyektini. Amma interfeyslərdə o mümkün deyildi. Fərqin belə başa düşdüm mən. Yox, əzizim, konstruktoru yoxdur. Abstrakt klassları da konstruktoru yoxdur, ha? Yoxdur, onun obyektini yaratmırıq. Bilsiz nə oldu? Bir də başdan izah edirəm. Bax, bu hadisəni, yəni burada 3 klass görə bilərsiniz də, 2 klass, bir dənə də abstrakt klass görə bilərsiniz sadəcə. Burada belə bir, yəni hadisə baş verir ki, mən abstrakt bir dənə vehicle klassı qururam. Abstrakt klasslar haqqında da bunun da tərifi odur ki, abstrakt metodlar, yəni ki, interfeyslərdə olduğu kimi bodisiz metodlar olur. Həm də istəsəm konkret metodlar yaza bilirəm. Burada və mən gəlib vehicle klassın mirası alanda car klassında eyni, yəni bu vehicle klassı abstrakt klass olması baxımından özün interfeys kimi aparır, bodisiz metodun deyir, mən bodisiz metodumu burada override elə. Override eləm, bunun içinə nə istəsən yaza bilərəm. Baxın, gəlin bunun içinə yazın. Start metodu car klassı daxilində yazıldı da belə deyək. Override edilib ya da. Edildi. Amma vehicle daxilində stop engine
Abstrakt klass daxilində zaten var idi. Konkret bodily metoduydu. Burada uje mən stop engine-də car klassın obyektin yaradanda, bu klassın obyektin yaradanda abstrakt klassın bodily metodu miras alıram. Eyni inheritance-da keçdiyimiz kimi. Yəni inheritance-ın nə olduğu bu dəqiqə tam yadınızda olmalıdır. Inheritance-da olduğu kimi bodily metodu zaten özününki kimi heç bir dəyişiklik eləmədən məcbur çağırıb istifadə eləyir. Stop engine metodun, babdə bu metodu. Car klası məcbur, yəni nədirsə o. Amma bunu məcbur da öz daxilində override eləsin. Çünki bu abstrakt metoddur. Override olunur. Bu olduğu kimi keçir ona. Obyekti yaradanda da bunu nəzərə almaq lazımdır. Deməli burada. Torul, sən bir dənə başdan izah elə. Yani bizim vehicle klasımız var. Orada Abstrakt biz klassımız. abstrakt klasımız var. Orada biz bir tane start engine metodu yaratmışıq. Body'si olmayan, yani abstrakt. Bir Bəli. tane de void stop engine, yani ki body'si olan body metod yaratmışıq. Və digər car klasında biz onu belə deyək də extens eləmişik vehicle-dan. Hə. Və orada mütləq şəkildə abstrakt klassdakı belə deyim metodu override eləməliyik. Çünki abstrakt klass metodudur. Ona görə məcburi şəkildə start engine-ni biz burada override edib, amma içinə istədiyimiz dəyəri təyin edə bilərik. Start engine üçün, bəli. Çünki abstrakt Start metodu. engine üçün. Hə. Abstrakt metoddur, bəli. Abstrakt, hə. Davam edin. Ondan sonrası main klassında biz car klassı yaradıb Obyekti, car klassının obyektini yaradıb. Obyektin yaradıb çağıra bilər. Çağıranda start engine də biz car klassında abstrakt metodu təyin elədiyimiz cavab gələcək bizə. Ay, sağ ol. Fərid, sən nə başa düşdün? Mən də başa düşdüm. Deməli, vehicle adında bir dənə abstrakt klass yaratdıq. Bu klassda bir dənə abstrakt, yəni body'si olmayan bir dənə metod, bir dənə də body'si olan metod yaratdıq. Və car klassında bunu extend elədik. Extend elədiyimiz vehicle abstrakt klassını extend elədik. Və burada abstrakt metodumuzu məcburdur ki, orada override eləyək. Amma stop engine metodumuzu olduğu kimi yaza bilərik. Amma mütləq ki, abstrakt olduğuna görə body'si olmayan yaza bilərik, yox, zaten məcburuq. Inheritance-da olduğu kimi də, yəni inheritance-da bir klassı miras alanda başqa bir klassdan neyinidir? Yəni onun xüsusiyyətlərində olduğu kimi tutaq ki də A klassın B klassından miras almışıqsa, A extend B-dirsə, biz A klassının bir obyektin yaradanda kiçik A hərfi ilə o kiçik A nöqtə A-nın bütün metodların, B-nin bütün metodların olduğu kimi filtrlərini çağıra bilirdik, düzdür? Düzdür. Ay, sağ ol. Bu da bodily metodları normal klass kimi, miras alınmış bir klass kimi olduğu kimi ötürür. Amma body'siz abstrakt yazılan metodları deyir ki, sən override elə, olduğu kimi yaz. İndi gələk görək burada başqa daha nələr var məqalənin gedək. Bir sual verə bilərəm. Hə, ver. Məsəl üçün interfeysdə də statik açar sözü ilə yaradılıb da bodily metodu. Yox. Fikir verirsən, burada mən statikdən istifadə eləməmişəm. Bildim də, yəni mahiyyət cəhətdən elə bir fərq yoxdur da, onu deyirəm. Yox, var. Mahiyyət cəhətdə fərq var. Statik Javanın hətta siz static keyword-ünü biraz dərinləşəndən sonra tam araşdırın. Static keyword-ü Javanın tam obyekt yönümlü proqramlaşdırma dili olmamasında, sayılmamasında önəmli 3 faktordan biridir.
Static keyword ilə yazılan istənilən metod, istənilən field klassın özünə aiddir. Hə. Yəni klası yazdığımız anda yaddaşda ona yer ayrılır. İnterfeysin daxilində də şeydir, elə İnterfeys, bəli, interfeysin daxilində də o şablon deyirik. Biz müəllim dedi ki, məsəl üçün siz deyin ki, interfeyslər görülən işlərin siyahısını saxlayan şablondur. Artıq o şablondur. Düzdür, tam klass deyə bilmərik, klass deyə bilmərik. Şablondur, interfeysdir, nədirsə, interfeysin static keywordinə yazılan istənilən metod, field, hətta blok belə o şablonun özünə aiddir. Klass daxilində static keyword ilə nə yazmısansa, onun özünə aiddir. Bu necə başa düşün? Klass yazılarkən, yəni sən daha kodu yazarkən, ona yaddaşda yer ayrılır. Və sən onu klassın adını yazıb nöqtə qoyaraq istənilən yerdə çağırırsan. Bu elə də yaxşı, yəni obyekt yönümlü proqramlaşdırma dili baxımından elə də əlverişli bir şey deyil. Heap'də yaranır da o şey, həmişə də axıra kimi də qalır. Yoxdur, metoddursa, məsəl üçün, metod arayada yaranır. Yəni axıra kimi işləyir də proqramda. Yox, axıra kimi işləmir. Statiklə olan. Sən, indi biz proyektlər də yazacağıq, obyektlər də yaradacağıq. Obyekt klass, proqram run olandan sonra yaradılır. Proqram run olandan sonra klass üzərində yüzlərlə obyekt yarana bilər bir klassın. Bildim, bir müraciət nəticəsində. Bir var, obyekt run olandan sonra yaranır. Amma bu static keyword ilə yazılan fieldlər, metodlar run olunmamış. Yəni kod öz-özünə load olunur. Klassın özünə aid olur. Yəni klassın heç bir obyektin yaratmamış, sən onu istifadə edirsən və klassın obyektini yaratsan belə, yaranmış obyekt həmin o static field mi, metod mu onu görmür, istifadə eləmir. Məsəl üçün, indi dərsin məğzindən çox kənarlaşmaq istəmirəm. Bunu istəyirsiniz özünüzdə qeyd edin. Static keyword barədə ayrıca danışaq. Kodu ağırlaşdırır da, o runtime'ı ağırlaşdırır. Yox. Sən hələ ki, yəni yanlış bir şey, yeni bir şey öyrənməkdən yanlış bir şey öyrənməmək bəs daha yaxşıdır. İndi girməyək. Bu elə bir fikir yürüdərək yanlış fikrə qapılmayın tam olaraq. Buna bir vaxt ayıraq. Sual verirəm. Çox vaxt gedəcək də, indi onu izah edəmək. Yaxşı, oldu. 5-ci gün danışarıq. 5-ci gün bəli, yarım saat ən azı vaxt ayırıb static keyword barədə də, mis obyektlərin yanılması barədə də danışarıq. İndi gələk bura. Kimin başqa nə sualı var? Davam eləyək. Deyir, o abstrakt klasslar nələrdir? Məsələn, abstrakt klass obyekt yaratmaq üçün birbaşa istifadə edilməyən siniflərdir. O sadəcə digər siniflər tərəfindən extend edilə bilər. Bu sinifdə həm abstrakt, həm də konkret metodlar ola bilər. Göstərdim. Burada abstrakt metod dedikdə yalnız başlığı müəyyən edilən, implementasiyası abstrakt sinifi miras alan, extend edən, sinifdə həyata keçirilən metod nəzərdə tutulur. Yəni, təkcə başlığı, badisi olmayan metodlar nəzərdə tutulur, abstrakt. Onlar abstrakt keyword ilə yazılır. İstəsək konkret metod yazarıq onun daxilinə. Deyir, məsəl üçün də, indi bu kodu yazdıq Veçila. Bunu extend elədim, çalışdırdıq da, düzdür, startı da, stopu da. İndi burada hər üç klass qarşımızdadır, kod. Məsəl üçün, fikir verin, mən də bu kodu yazdım. Abstract klass daxilində, Veçil klass daxilində. Start engine metodu abstraktdır. Stop engine metodu bodylidir. Mən bunu karda extend eləyəndə, məni məcbur eləyir ki, abstrakt metodu override eləyim. İçinə nə istəyirəm yaza bilərəm. İxtiyarım var. Burada stop engine-dən heç nə danışmıram ki, karın daxilində. Amma gəlirəm stop engine metodun olduğu kimi istifadə edə bilirəm. Bu bir növ abstrakt sinifin, yəni bir növ klass tərəfini göstərir. Bodyli metodun inheritance-da olduğu kimi miras verir. Amma bodysiz metodun override elətdirir. Belə, yuxarıdakı sinifdə nümunələr verdik. İndi interfeyslər haqqında da keçən həftə danışdıq. Müəllim danışdı. Abstrakt klass və interfeyslər arasında əsas fərqlər. Multi-inheritance.
Bir sinif yalnız bir abstrakt sinifi extend eləyə bilər. Düzdür? Bir sinif bir abstrakt klass sinifdən başqa klassa extend eləyə bilməz ki, mümkün deyil. Amma birdən çox interfeysi keçən dərs gördüyümüz kimi implement eləyə bilər. Abstrakt klassda həm abstrakt, həm də konkret metodlar ola bilər. İnterfeysdə isə Java 8-dən əvvəl yalnız abstrakt metodlar olur. Java 8-dən sonra da static bodily metodlar yazmaq mümkün oldu. Abstrakt klasslarda filtrlər ola bilər və onlar həm dəyişən mutable, həm də sabit ola bilər. Yəni final ola bilər. İnterfeysdə isə filtrlər avtomatik olaraq sabitdir, yəni finaldır. Abstrakt klasslarda konstruktor ola bilər, lakin interfeyslərdə bu mümkün deyil. Gəlin baxaq, abstrakt klassların adi klasslardan ortaq cəhətləri var. Bir dənə də abstrakt klass quraq. Görək bunun necə. Yəni inheritance-ı tam başa düşmüsünüz də siz, düzdür? Gəlin bu bir abstrakt klass quraq. Nə Bir klass daha olsun? sual verə bilərəm. Buyur. Bu şeydə dedim ya konstruktor qurmaq olmur. Siz əvvəl dediniz ki, yox olmur şeydə. Abstrakt klassda. Olur da abstrakt klassda konstruktor. İndi baxacağıq, aydınlaşdıracağıq. Olur, nəyə görə olur? Yəni əgər bunun içərisində bunun özünə məxsus filtrləri varsa, əlbəttə ki, onları qura bilərik. Yəni burada iki tərəfi var. Sən konstruktoru olsa belə bunun abstrakt metodlarına, bunun elə bir digər tərəfi, iki tərəfi var. Bir dənə izah eləyək. Gözlə. Tutaq ki, nə olsun klassın adı? Example olsun. Burada bir dənə sonra. Sonra. Aha, buna konstruktor verə bildik. Abstract example. Gəlin, bunun içərisində bir dənə də metod quraq. Abstract. Burada nə deyirdi? Tutaq ki, nə olsun? Print olsun. Çıxartsın üzə.
Sağ. Deməli uşaqlar, bir dənə abstract example, nümunə abstract klassı qurduq. İçərisinə name, so name dəyişənlərini atdıq. Bu dəyişənlərə konstruktor verdik və bu dəyişən içərisində bir dənə bodyli konkret metod yazdım. Geriyə dəyər qaytarmayan fieldlərin elə bil ki çapa verir. Fieldlərin daşıdığı dəyərləri. Bir dənə də abstract metod yazdım. Gəlin indi bunun bir dənə class daxilində neyniyək? Implement eləyək. Bu klassın adı nə olsun? Tutaq ki də nə olsun? Bir dənə class adı deyə bilərsiniz, nümunə. Maşın. Maşını yazdıq ingilisdə. Nə olsun? Bir də A klassı olsun. Mən A klassımda gəlirəm, extend eləyirəm. Abstract example klassı. Aysa. Heç nə demir. Burada başqa nədir? This is no. Nə? No. Constructor. Aysa. Print details override eləyəndən sonra burada mənə bir dənə error atır. Generate. Constructor. Aha. İndi siz gəlin bura. Super keyword barədə nə bilirsiniz, nə deyə bilərsiniz? Super bizim extend aldığımız klassın belə deyim də fieldlərini çağırır. Biz onlardan istifadə edə bilirik. Necə çağırır? Konstruktor Super vasitəsilə. nöqtə ilə super mötərizənin fərqləri nələrdir? Super nöqtə konkret fieldin özünə müraciət eləməkdir. Super amma versionla olan konstruktor vasitəsilə həmin dəyişənləri bizə göndərir. İstifadə edə bilirik. Necə bir dedi? Super nöqtə məsəl üçün fieldin adını yazırıq. Konkret istədiyimiz dəyişəni çağırırıq, ona müraciət edirik. Amma super versionla olanlar bizim extend elədiyimiz klassdakı bütün dəyişənləri konstruktor vasitəsilə çağırırıq, biz burada istifadə edə bilərik. Əla. Deməli, abstract example-ın obyektin yaradaq. Nə gözəl, nə gözəl. Nə olsun? Ferit. Tutaq ki, Həsənov. Nə gözəl. Nədir? Nöqtəli vergül istəyir hələ bir. Wow. Abstrakt klasslar daxilində. Super oldu bu. Gəl biz qarı hələ ki alırıq yoruma. Qarı alırıq yoruma. Gəlin bir dənə biz A klassı üçün də obyekt yaradaq. Təhmasib, mikrofonunu aç. Bəli. Təhmasib, sən dedin ki, abstrakt klassın obyektin yaratmaq olur. Bəli. Konstruktoru da olur. Yəni tapdıq, gördük ki, olur. Bax, bir dənə abstrakt klass yaratdıq. İçinə name, so name, ad soyad dəyişəni atdım. Konstruktor atdım. Yəni bunların abstractiondan heç bir əlaqəsi yoxdur. İçinə normal bir dənə metod da yatdım. Print metodu, yəni adına soyadı çap eləsin.
Amma abstract class olduğuna görə içinə bir dənə də abstract print details metodunu atdım. Bəli. Abstract classın konstruktor. Gəldim obyektin yaratdım. Bax bu dərsə video rekorda burada çox şey oldu. Xüsusi diqqətlə baxdım. Main metodu daxilində gəldim. Sən istədiyin kimi bu abstract classın görsən obyektin yaratdım konstruktoru vasitəsilə. Bəli. Ancaq və ancaq normal görsəm o bura kimi normal obyekt kimi klasın obyektini yaradanda necə yaradır? Olduğu kimi deyilmi? Bəli. Adamın 2 dənə fildi var, konstruktoru var, 2 fildə də dəyər ötürür. Tələb eləyir dəyərləri ötürdüm. Amma fiqurlu mötərizə daxilində burada əslində print details metodunun override elətdirir mənə. Hə. Abstract klassların, yəni bir növ bilsiz necə bu bir araşdırma mövzusudur əslində. Bir növ arxa fonda özü üçün necə deyim, gizli bir obyekt yaradır da, bildin necə? Maskalı formada. Gətirir yenə mənə override elətdirir. Bu Yenə obyektə istəyir. mənimsətmək üçün. Bəli. Bildin? Ona görə də biz abstrakt klassı obyekt yaratmaq üçün istifadə eləmirik. Abstrakt klass daxilində elə abstrakt metodlar olmalıdır. Bəli. Qaçış yoxsa. Bildin? Çünki zaten gəlir sənə bunu obyekt yaratdığın yerdə override elətdirir. Ona görə belə bir təcrübə çox da bəli olur, amma lazım deyil. Yəni belə bir obyektin yazılması, qurulması düzgün deyil. Düzdür. Başa düşdüm. İndi müəllim son nöqtəni qoyar, özüm də araşdırma eləyəcəm bununla bağlı. Yox, Burada qəşəng oldu. bu xüsusi bir yerə girir, alana girir. Biraz interview var idi. İndi eyni zamanda siz gördünüz ki, mən bir A class yaratdım. Abstract example-ı burada nə etdim? Burada extend elədim. Bax, burada override elətdirdi mənə print details-i. Print details override elətdirdi. Və bir dənə də məndən konstruktor istədi. Konstruktor istədi ki, onun dəyərlərindən istifadə eləyə bilsin. İndi gəlin main metodu daxilində biz A klassının da obyektini yaradım. A tipində bir A1 obyekt olsun, bərabərdir new böyük A new böyük A mötərizə, bunun içərisinə dəyərlər ataq. Nə olsun? Təmasib. Soyadın nədir? Təmasib. Əsgərli. Əsgərli. Aysa. Nə veriləni? Ayrı. Aysa. Amma görsən bunun deməli abstract example-ı extend eləmiş A klassının obyektini yaradanda normal obyekt kimi yaradıram. Çünki artıq A klassı daxilində bu bodysiz yəni abstract olan print details metodunu override eləmişəm. Bax, mən burada gəldim, belə deyim, abstract A klass daxilində yazdım. Nə yazdım bu implement eləyəndə? Mən A klass daxilində çalışıram. Print details metoduna yazdım bunu. Artıq onun ona dəxli yoxdur. A ayrıca bir klassdır. Onu elə bir ki, obyektin yaratdığınız konstruktorun. Bəli. Amma abstract klassında özünün də obyektin main metod daxilində yaratmışam, düzdür? Override eləmişəm, heç nə yazmamışam. Bunun da içinə yazdım ki, tutaq ki, mən main metodu daxilində təyin edildim. İndi əyani sürətdə burada nə baş verir görəcəyik. Aha. Heç nə baş vermədi. Niyə? Mən çünki A1-in print details
detailsini çağırmamışam. Tab eləyirəm. Ha, burada da A-nın print detailsini çağıra bilərəm. A nöqtə print details. Hə. Yəni yazmışam onu, çağırmamışam prosta. Çağıracam, çıxacaq. Tamam, mən main metodu daxilində təyin elədim. Bax, görürsən, edildim. A obyekti var, kiçik A. Bax, görürsən, yaratmışam. Onun burada təyin elədiyim print details metodunu çağırıb, görürsən. Nə yazıb? Mən main metodu daxilində təyin edildim, bu sözü yazıb. Sonra A-nın A1 obyektini yaradıram. Print details metodunu çağırıram. Yazır, mən A klassı daxilində təyin edildim. Bəli. Söhbət onun. Yəni bu tərzdə abstrakt klass qurum, onun içərisində body metod yazım, abstrakt klassın obyektini yaradım tərzində düşünmək eləcə yəni çox da düzgün yanaşma deyil. Ümumiyyətcə abstrakt klassın istifadəsi də hardasa məhdudlaşdırılır. Niyə? Çünki klassı bir dəfə extend edir. Klass daxilində abstrakt metod yazırsan, onu başqa bir klass extend eləyəcək, başqa heç bir klassı extend eləyə bilməyəcək. Onda interfeys elə ən yaxşısıdır da belə. Hə, bəli. Burada nə deyilir? Interfeys 100% abstraction'ı təmin etmək üçün istifadə olunur. Burada bir yerə yazmışdım. Interfeys də 100% abstraction təyin edir. Söhbət ondan gedir. Fəxri, bununla bağlı fikir bildirmək istəyirəm. Məsələ nədir? Bu söhbət əslində Java 8-ə qədər idi ki, məsəl üçün abstrakt 100%, abstrakt klass 100% abstrakt yoxsa interfeys. İnterfeys 100% abstrakt, amma hansı halda interfeysin içində sən gedib body'si olan statik metod yaratmamısansa, yoxsa sən gedib statik metod yaradırsansa interfeysdə, artıq o interfeysdə 100% abstrakt sayılmır. Bu intellektualı da yaxşı mövzuya girdiniz. Abstrakt klasslar onsuz da həm body'li, həm də body'siz metodlar yazıldığı üçün 100% abstrakt deyil. Məqsədi zaten odur ki, abstrakt klassda həm body'si olan, həm də body'si olmayan, belə deyək də, metodlar yazmaq mümkün olsun. İş həyatında demək olar ki, interfeys istifadə olunur və interfeys 100% abstrakt olaraq istifadə olunur. Niyə? Body'si olan biz hər hansı bir metodu interfeysdə yaradıb real həyatda heç bir biznes prosesi üçün istifadə edilir. Reallıq budur. Amma Java 8-dən sonra gələn funksionalığa görə biz interfeyslərdə statik body'li metod yarada bilirik. Əgər bir interfeysin içində body'si olan metod yaratmışıqsa, bu demək ki, o interfeys 100% abstrakt deyil artıq. Okey. Elə onu da yazım, bu da rekorda düşsün. Deməli, əgər interface daxilində statik olan metod yazmışıqsa, bu 100% abstraction'ı takdirdə təmin etmir. Yəni 100% abstraction təmin etmir. Ümumiyyətcə, interfeys, abstrakt klass və interfeys üçün də bir dənə də onu əlavə eləmək olar ki, izi-həzi əlaqəsi var, bilirsiniz onu. Məsəl üçün də ingiliscə car is a vehicle deyə bilərsiniz də, yəni maşın nəqliyyat vasitəsidir, düzdür? Bəli. Düzdür. Car has a vehicle deyə bilmərsiniz. Maşının nəqliyyat vasitəsi var deyə bilmərsiniz ki. Həz deməliyik. Extend izi təmsil edir. Yəni car extend vehicle deyəndə proqram baxımından, yəni car həm də vehicle-dır demiş olursan. Çünki vehicle-ın hər şeyini götürüb istifadə edirsən olduğu kimi. Extend edirsən. Amma tutaq ki də bir
engine function tutaq ki, adlı functions adlı bir dənə interfeys qurdun. Car implement engine functions yazdın. Onun metodlarını override elədin. Başqa bir tutaq ki də motorla bağlı hər hansı bir xüsusiyyətləri, metodları olan başqa bir interfeys də yazdın. Onu da implement elədin eyni klass daxilində. Bu zaman car has a məsəl üçün o metodun adı, bu birisi metodun adı. Yəni carın mühərriki var deyə bilərsən. Başa düşdün? Cara implement elədiyin interfeysləri həzi, yəni həzi strukturu cümlə ilə necə deyim, özləşləşdirə bilərsən də, işlədə bilərsən. Məntiq xətası olmur bu zaman. Nə proqramlaşma tərəfində, nə də cümlə olaraq. Qəşəng. Bu belə. Sizdən xahişim interfeyslər dərsi, yəni keçən dərs müəllimin keçdiyi dərs həqiqətən çox şiddətli keçdi. Necə? Yəni hər kəs dərsin axarına uyğun hər şey tam ideal başa düşdü, amma onu əzbərləmək önəmlidir. Məsələn, mən elə belə görsün məqaləmdə də yazmışam da. Burada yazmışam ki, fərqlərində abstrakt klassla interfeys arasında fərqlərdə yazmışam ki, yəni burada nədir? Java 8-dən sonra abstrakt oldu. Nə bilim, Java 8-dən sonra interfeyslərdə həm də default və statik metodlar mümkündür yazmışam hətta. Yazmaq mümkündür yazmamışam. Bunu əyani şəkildə keçən dərs müəllim göstərdi. Yəni bəzi dərslər bizə asan gəlsə belə, rahat başa düşsək belə, onu rahat başa düşməyimizin səbəblərindən biri müəllimin təcrübəsinə əsaslanıb rahat izah eləməyindəndir bir. İkincisi, o dərsləri nəzərimizdə saxlamalıyıq. Baxın, mənim keçdiyim, düzdür, mən müəllim qədər böyük dərs keçmə təcrübəm yoxdur. Biraz anidən oldu. Biraz da keçdiyim indiki dərs daxilində. Yo, fəxri. Deyilməsi gerəkən hər şeyi dedin abi. Müəllim, Dinləyim, səni bölmək istəmədim. Yo, Deyilməsi mən- gerəkən hər şeyi dedin. Yəni mən orada səndən artıq bir şey deməyəcəyəm. Nəyi demək istəyirəm? Müəllim, fikir verdinizsə, biraz mən burada hardasa çətinə düşdüm. Nə barədə? Yanımda biraz hiss elədim, amma bu zamanla formalaşan bir şeydir. Bir yerdən başlamalısan. Müəllim, bilirsiniz niyə? Dərsin fikir ver- Fikir verdiniz, bir ucu inheritance-a dayanırdı, bir ucu da interfeysə. Uşaqların rahat başa düşməyiniz üçün hər iki dərsi də mükəmməldə, yəni saniyənin 1/10-də inheritance-da olan məlumatları da gözünüzün önünə gətirə bilməlisiniz. Abi, məncə İnterfeysdə də. Keçən son dərslərə də biraz diqqət ayrılmayıb. Mən bayaq interfeys mövzusunda hiss elədim. Yəni Toğrul belə arada qırıldı. Toğrul, Təhmasib, Fərid. Burada bilsiz nədən söhbət gedir? Siz interfeyslər barədə bu dərslərin düşünüb istənilən suala cavab verə bilərsiniz. Gələn dərsdə inheritance barədə sizə verilən bütün suallara düşünüb 0.5 saniyə, bəlkə 1 saniyə cavab verə bilərsiniz. Amma bizə lazım olan saniyənin 1/10-də göz önünə gətirə bilməyinizdir. Artıq abstrakt klasslar deyəndə yəni bu olur. Bax, gələcəkdə biz collection keçəcəyik. Collectionlar içərisində bir arraydə klass tipində olacaq. Tutaq ki də static klassı tipində sənin əlində bir dənə array listin olacaq da, yəni o da array kimi bir şeydir. Pilləpil oldu ona görə. Bunları təkrarlayın, qeydlərinizi də aparın, çətinlik çəkməyin. Bir də dərslərimizi get-gedə sıxlaşdıraq. Abstrakt klasslarla birlikdə bizim OEP bitdi yəni. Neyinirsiniz? OEP-nin üçün nə vaxt eləyək? Sabah mən o biri qrupa dərs keçəndə ayrıca bir imtahan təşkil etsən, Fəxri, sən nəzarət eləyə bilərsən. Müəllim, imeniniz sabah üçün gecə ismeni çağırıblar. Birisi gün olsun. Birisi gün 100% ola bilər. Birisi gün olsun, bir də həftə sonu axşamda şeydir, generic type-lara falan data structure-a girərik. Olar müəllim. Nətər söhbətdir, Fərid, Təhmasib, Toru. Yaxşı söhbətdir. 4-cü gün axşam şey eləyək, bir OEP-ni imtahan eləyək. Bu
Bu gün neçənci gündür? 2-dir. 2 gün vaxtınız var, təkrarlayın. 6-cı gündə generate tiplərə girək. 6-cı gün axşama kimisə işi var.